çıxmışam. Cənab Ha, prezident düz, deyirəm. düz. Hələ axıra Bəylər anasının, gecə vaxtı axıra anasının qabağına. 3-4 dənə axıran ilə gecə saat 11-də gedib Bəli, görüşən kişiyəm. Mənə qəhbənin elədir, balam. Biz sizə elədir, görə deyirik, bax cənnətdə yaşayırıq. Mən də Zəki dayıdır İsveçrədə. elədir, Nə elədir. internetimiz kəsilir, nə həkim problemimiz var. Dövlət sosial yardım, sosial bir dövlətdir. Azərbaycanın da Elədir. sərhədləri bağlanıb. Mən Elşad Zəki dayı çox danışdıq. Xalq, millət qalxın, qalxmırsınız. Avtobusun, metronun qiyməti qalxır. Etiraz eləmək əvəzinə metronun içərisində Qarabağ mahnısı oxuyursunuz. Hələ belə oğlumun daş uşağına kimi oxuyur. Bəli, Haqqınızı oxuyun, tələb bəli. eləməyin. Sizə görə Ay sağ deyir, ol. el üçün ağlayan ki gözündən olar. Allah Ay bir az sağ ol. İskəndəriyə rəhmət eləsin. İli keçdi. Heç Allah yada rəhmət düşdü o eləsin, qədər, bəli. yox yada Yox, düşdü. heç yada salmırlar. Ona görə Elşad. də mən ağlanmışam. Mən özümə görə danışıram. Ara sırada təbii ki, indi gündəmə baxaraq, gündəmdə olanların anasının, arvadının, qızının ağzına verəcəyik. O heç, təbii. Düz, Amma düz. 3-4 gündür gündəmə də baxmıram, rahatam. İşimə gedirəm, gəlirəm, bax indi işdə. Gedirəm evdə Netflix, qəşəng kinoma baxıram, dincəlirəm səhər 1-də. İndi bax 2 saat vaxtım var idi. Başqa bir yerə gedəcəm, ona görə də gəzə-gəzə. Görürsüz, oturmuram da. Niyə? Belimdə ağrılar yaranıb, xəstələnirik. Allah Zəki dayıya da şəfa versin. Bizə Sağ ol, Allah razı bir, olsun. nə bilim, demirəm, Azərbaycan vətəndaşı. Bizə bir sıradan bir iş adamı, bir sahibkar, bir milyarder kömək eləmədi. Milyarder demişkən, Adnan Əhmədzadə kimi sonuna qədər dəstək istəyəcəm. Niyə? Adnan Əhmədzadə ay loxlar, ay gerizəkalılar, ay axmaqlar Azərbaycan xalqını atmayıbdı. Azərbaycan xalqının nə nefti var, nə də qazı var, nə də sokarı var. Aydındır? Əgər o Azərbaycan xalqının olsaydı, bu Bəli, baldızını qayıran bəli. Rauf Arifoğlu, Mir Şahinlər deyir, vətənə xəyanət edir. Əgər Aha. doğrudan da o vətənə atsaydı, bugün camaat yaxşı yaşayardı. Ola neftin, qazın, sokarın, qızıl yataqlarının bizə aidiyyəti yoxdur. Biz Yox, çox yox. dedik, Qətiyyən. nə bu qəhbə hakimiyyət eşitdi, peysər çıxdılar. Nə Bəli. də bu qorxaq, bəli, qorxaq Azərbaycan xalqı. Ölümdən qorxan heç nəyə nail ola bilməz. Həyatda Bəli. kişi risk eləməlidir. Risk yoxsa, cəsarətimizi sındırıblarsa, mən o qorxağa, yaltağa, məhtağa görə, özümə görə danışıram. Və ona görə də deyirəm, İlhamla irəli, Mehribanla da işim yoxdur. Çünki 3000-dən çox məktubum gedib İlhama çatmayıbsa, 4 dəfə Bruseldə İlhamın qabağına çıxmışamsa, anası arvadı qəhbə bəylər Əyyubov özü və prezidenti gizlədibsə, anlamışam ki, yanlış yoldayam. Uje, bax, Ramiz Rzayev, bunu görürsünüz bunu. Nehrəmlidir. Bu. Ramiz Rzayev 7 dənə katibəvi gətirib arvad eləmisən. 7 dənə arvadının dilinin üstünə qutarıb. Necədir Ramiz Rzayev? Hardasan qəhbənin balası? Ləzzət alır, ləzzət alır. Gəldin O iyiləndə məhkəmələri ləzzət alır. bazara çevirdin məhkəmələri. Arvadımın, qızlarımın dilinin üstünə çiliyək Zəki dayına. Zəki dayı arvadıva elə itələsin ki, dili ağzından çıxsın. Zəki dayı. Allah səni götürsün. Zəki dayının məşhur ifadəsidir. Zəki dayı arvadıva nətər itələsin ki, Nehrəmli Ramiz Rzayev. Nehrəmdə eşşək qayırmaqdan bilət eşşəyə dönmüşdünüz qəhbənin balalar. Gəldiniz bilət eşşəyə vurub sizi cənnətə salıb. Talafanla da səsiskanı yeməkdən tabii tər olmuşdular. Amma bilin ki, arvadlarımız, qızlarımız bizim altımızdan çıxmayacaq. Hələ ki virtual qayırırıq, amma Azərbaycan tərəfində cənab prezidentin, Mehriban xanımın o qədər qəşəng otelləri var ki, hamımızın qəhbə arvadlarımızı, qızlarımızı otelə dəvət edir. İnşallah, inşallah, inşallah. Buyur Zəki dayı, buyur. Sağ ol, Allah razı olsun. Yəni ki, mən sizə dedim də, dedim ki, necə, yəni ki, devirmək olar. Bu üçüncü qismi də ki, buna 1 milyard pul lazım ki, sakitcə hər şeyi həyata keçirdək. Yəni, ölüm, davazat söhbəti olmasın. Buna pul lazımdır. Yəni, həqiqətən də varsa belə bir insan ki, bu şeyə pul qoysun, strategilər sizin gözünün qabağındadır. Qabildir, zəkidir, Elşaddır. Yəni ki, bu strategiyanı biz dərindən bilirik ki, 1 milyardan necə bu rejimi devirmək olar. Bu qoyaq qırağa. İndi isə keçək Azərbaycanda gedən proseslərdə, yəni ki, həmişə Elşad çıxışlarında, söhbətlərində indi ritorikanı dəyişibdir. Yəni ki, Mehriban xanım, cənab prezident İlham, o həqiqətən də düz edib. Niyə? Çünki Elşad qabaq bunları ikisini də alt üst qoyanda bundan pul qazananlar var imiş. Yəni dərindən baxın ha. Yəni